Bir uşaqdan maşın şəkli çəkməyini istəyin, görəcəksiniz ki, onu mütləq qırmızı rəngdə çəkəcək. Bu sözləri məşhur bir markanın yaradıcısı demişdi. Söhbətin hansı markadan getdiyini bildinizsə şərhlərdə yazın. Bu gün həyatımızda ən azı bir dəfə gördüyümüz Ferrari loqosuna baxıb onun mənasını araşdıracağıq. Loqoya ilk baxanda diqqətimizi çəkən şey şaha qalxmış at, yəni ki, prancing horse olur. Bu at əslində 1-ci Dünya müharibəsində İtalyanların hərbi pilotu Francesco Baracca'ya aid idi. O uçduğu hər təyyarənin üzərində bu at şəklini çəkirdi. Baracca döyüşlərdə çox uğurlu idi. 34 hava döyüşündə qalib gəlmişdi, amma 1918-ci ildə vurulur və həlak olur. Nə təsadüfdür ki, Ferrari'nin qurucusu Enzo Ferrari 1923-cü ildə qazandığı bir qələbədən sonra həmin pilotun valideynləri ilə görüşmək şansı əldə edir. Elə həmin görüşdə Baracca'nın anası Enzo'ya təklif eləyir ki, uğur gətirsin deyə öz maşınlarında bu şaha qalxmış atı istifadə eləsin və beləcə at loqodakı öz yerini tapır. Deyək ki, atı bildik, bəs atın arxasındakı sarı rəng nə mənaya gəlir? Sarı rəng Enzo'nun doğulduğu bölgə olan Modena'nın rəmzidir. Və son olaraq loqonun yuxarı hissəsində İtaliyanın bayrağını görmək mümkündür. Bax belə dostlar, artıq Ferrari loqosunun mənasını bilirsiniz. Sağ olun, gələn görüşlərə.